Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Bugün 25 sentyabrdır. Videonu nə vaxt atacağım belli deyil. Çox güman ki, ya sabah 26-sı axşamüstü ataram və yaxud da ki 27-si ataram, tam dəqiq belli deyil. Dostlar, bu ön ördəyimizdir. Balaları çıxıb, onu sizə göstərmək istədim. Həm də bu illəri başıma nələr gəlib hindi ördəklərlə bağlı. Ondan da sizə qısaca olaraq məlumat verəcəm bu videoda. Dostlar, demək ki bu 13 tane yumurtası var idi altında. Bu yumurtanın ikisi diğer ördeğin yumurtası, o da yumurtlamaya başlamıştı. Bunları 2 gün sonra koymuştum. İndi hal-hazırda baxdım, bu yumurtalar baxın görürsünüz hələ çıxmayıb. Hal-hazırda baxdım, içində balalar tərpənir, sağdır, amma hələ heç vurmağa başlamayıb. Bilirsiniz ki, bu lal ördəklərdə biraz necə çıxardır. Məsələn, yumurtanın içində vurmağa başlayır. Məsələn, toyuq yumurtanın içində vurmağa başlayır. O gün səhər vurursa, məsələn, axşama çıxır və yaxud da ki, elə sabah səhərə çıxır. Amma bunlar ördək bir gün dayanmadan yumurtanın içində vurur, sonra yumurtanı sındırır, bir gün də elə vurur, ondan sonra çıxır içində. Yəni bunlar gün yarım dindi qaldılar, ondan sonra çıxdılar. Sizə tam olaraq deyim də, biraz lal ördəklər belədirlər. Amma məsələn 40 gündür çıxma bunun. Məsələn, bunlar 36 günündə dinlədilər, 37-ci gündə çıxartdılar. Məndə daim belə olur. 36-37-ci günündə maksimum çıxardıb bitirirlər. O 2 yumurtanı sonra koymuştum diye onlar hələ çıxmayıblar. Bunlar indi axşam çıxıblar da, yəni gecə saat 12 falan idi, hələ çıxmamışlar, hələ dindi idilər. Yəni o səhərə yaxın çıxıblar. Artıq səhər gələndə hamısı yaş idi, hələ tam qurumamışdılar. Hamısı yaş idi. Yəqin ki 1-2 saat falan idi, 1 saat falan idi çıxmışdılar da. Yəni səhərə yaxın çıxıblar. Səhər 9-a falan bir belə gəldim, baxdım, gördüm ki hələ çoxu yaşdı da. Balalarımız belədirlər. Desəz ki bunlar nə rənglər, nədirlər dostlar, bunu digərlərindən bu ana kuş var hal-hazırda gördüyünüz. Bunu 3 dişi bir erkek almışdı. Lavanda cinsiydi. Bu biraz fərqli rəngidi. Tam lavanda ilə bir deyildi, qarışığı var idi. Digərləri amma tam lavanda cinsiydi. Onun birisi evimin yanında göl var. Orada göldə nəsə tutdu. Gecə bir gün gəlmədilər evə, təzə göl örgənəndə. Bir gün gəlmədilər evə, gecə nəsə tutdu bunları. Diğer ikisi kapıda kalmıştı. Onun da biri, yani biri bu idi, biri de diğeri. Onun da biri bu yumurtamağa başlayanda o xəstələndi, öldü. Erkək də həmçinin yarı yumurtlamışlar, o da xəstələndi, öldü. Mən getdim, əmimgildə erkək ördək var idi, lal ördək. Onların ördəkləri yatmışdı. Onu gətirdi, yumurtalar yarım yamalaq, yarısı dolu, yarısı boş, nəsə belənin içinə çıxdı. 2 tane dişi ördeği de başka bir insandan almıştı. O insan da bize satana demişti ki, bəs erkəklə beraber satıram, 2 dişi bir erkek kalmıştı onda. Amma dedi ki, mənim 20 dənə ördəyim var idi. Xəstələndi, hamısı öldü. Qalan bu xəstəlikdən ayılıb qalan cəmi bu ördəklərdir. Bunu da erkəyi yaxşı xoruzluq eləmir məncə. Bunu saxlamada əvvəldən deyirəm sənə. Mən Bakıda olmuşam uşaqlar. Mən 6 ay Bakıda yaşadım. O dönemde yok idim burada. Bakıda olmuşam, atam alıb. Yoxsa mən qoymazdım almağa. Bunlar da demek ki gətirdik uşaqlar. Bu ördəklər içinə hərəsi biri 25 yumurta yumurtadı, biri 23 yumurta yumurtadı. Yumurtalarından cəmi 10 dənə bala çıxdı. Nə çıxsa bu ikisinin yumurtasından. İkinci dönüşte gittim əmimgildən, hansı ikinci dönüş bunlar yumurtlamağa başladı. Axı erkəyim öldü. Onda getdim əmimgildən erkək kuş gətirdim. Bu ördəyin yumurtaları altında nə var idisə hamısını çıxartdı. Amma yenə o ördəklərin yumurtalarından cəmi deməli necə tam olaraq sizə deyim də sənə ikisinə 20 neçə dənə yumurtalar o ördəklər ikisinə. Ondan cəmi 4 dənə 5 dənə bala çıxdı. Qalan hamısı yenə boş. Yəni qapımda bu illərin nə ördəyi varsa demək olar bu ana quşun balalarıdır hamısı. O ördəklər də niyə elə olduğunu desəz uşaqlar. Onlar çox güman ki balaca vaxtı, o xəstəlik vaxtı çox qızdırma olublar. Onların xarab olub yumurtalıqları, nə bilim nəyi bilmirəm də, nəysə xarab olub. Onlar yəni erkək normaldır. Erkəkdə heç bir problem yoxdur. Çünki erkəkdə nəsə problem olsa bu ördəyin balaları da çıxmaz. Demək ki burada dişilərdə problem var. Ona göre dostlar o ördəyin balaları yaxşı çıxmadı. 11'i xəstələndi, öldü. Keçənlərdə bir 20 gün bundan qabaq. Digəri obursunda yumurtadan kəsildi. Biraz özünü tutdu, kökətdi. Onu da kəsdim, yedim. Yəni onları saxlamağa dəymir. O dişilər xarabdır. İndi qapımda qalan bu illər analardan cəmi budur. Bu da maşallah olsun. Bu illəri nə yumurtlayıbsa artıq bugün bu illərin neçəncidir bu? Artıq bu illər 4-cü yumurtlamasıdır. Yəni qapımda nə qədər ördək varsa hamısı demək olar bunun balalarıdır. Ancaq bu bala çıxardım mənə. Bu da bu dəfə demək istədiyim də erkəyim yoxdu, axı əmimgildən gedib gətirdim erkəyi. Bu dəfə yumurtlayanda bastırma fikrim yox idi. Demək ki 8 dənə yumurtasının bunun toxumsuz idiyini vurdum
qaynatdım, verdim toyuqçuya, istifadə elədim. Digər qalan anamgil 70'lər əmimgilə üzr istəyirəm. Biraz çaşdım. Onda əmimgil verdilər ördəyə ki, aparın da, bizə onsuz ehtiyac yoxdur. Yenə təkrar gətirdilər. 8 yumurtadan sonra bu 11 dənə də yumurtadır. 11 dənə öz yumurtası oldu. 2 dənə də hansı ki o kəsdiyim ördək var idi ha. 2 dənə də 10 yumurtasından qoydum bunun altına. O ördəyin də deyirəm bu illəri yumurtalar boş dolu çıxmayıb da. Ancaq belə də sizə danışdığım kimi nə bilim 20 dənə yumurta yumurtayıb 8 dənəsi içində balı olub. Nə bilim ikisinə 50 dənə yumurta yumurtayıblar. 10 dənə bala çıxıb. Yəni belə də. Bu nə hikmətdirsə bu 2 dənə yumurtasını qoymuşdum altına. İlk yumurtaları idi o ördəyin. 2 dənə yumurta qoymuşdum altına. Maşallah olsun ikisi də içində bala çıxıb. Yəni nə hikmətdirsə artıq. İkisinin də içində bala çıxıb. Mən əslində atdım ki, içində balaca da olmayacaq bunların 100%. Atım elə belə altına olar, olmaz. İkisinin də içində bala əmələ gəlib, olub. İndi 11 dənə ördəyimiz çıxıb, ikisi də eləncə qalıb. Əslində dostlar, erkək ördəyi nə rəngidirsə, ördəyin balasının çox o rəng olurdu. Mən də əmimgildə, hansı ki mənim öz əvvəlki köhnə izləyicilərim bilər, mənim öz əvvəl sort ördəyim var idi, ağ rəngdə də, yəni yaxşı da. Ondan vermişdim əmimgilə, həmin ördəkdən. Mən verdiyim elə erkəkdir, qapılarında hal-hazırda 3 illik idi. Mən verdiyim erkəkdir. Mən gətirdim ki, bunun altına ağ balalar çıxsın. Mən ağ ördək saxlamaq istəyirəm də. Hər şeyi ağ saxlayıram. Birincisi dostlar, ördəklə qazı təmizləyəndə biraz çətin olur. Qara tüklər olanda dərisinin altında filan qalır, görünür, pis görünür. Ağ olanda yenə təmizləmək biraz asan olur. Həm bu baxımdan, həm də ağ rəngdən xoşum gəlir. Amma lavanda cinsi də pis deyil də, qiymət olaraq o ağ ördəyə, ağlı qaralı ördəyə baxanda biraz baha olur. O da 3 dəfə də ördəyi artıq gətirirəm. Bir dənə də olsun ağ bala çıxmayıb. Amma tam olaraq lavanda da çıxmayıb. Məsələn, bunlar ağlı qaralı ördək olacaqlar. Bunlar biraz bozlu ağlı olacaqlar. Bildiğiniz lavanda ilə qarışıq olacaqlar. Yəni belə ördəyimiz çıxıb. Maşallah olsun. Bunlar da yaxşıdırlar. İndi bu 2 dənə yumurtaya görə mən bunları götürə bilmirəm. Təəssüflər olsun ki. Ona görə indi mən bu ördəkləri yedizdirəcəyəm burada. Yumurta gətirəcəm, qaynamış yumurta. Azca verəcəyəm. Bugün yesinlər, qalsınlar altında. Sabah səhəri inşallah o bir ördəklərdə, o bir yumurtalarda dinləyər. Mən bu balaları götürəcəm, ayrı saxlayacağam. Bir gün, 2 gün. O da altındakı o 2 dənə də yumurtanı çıxarsın. Ondan sonra çünki başqa qırt nəyimsə yoxdur ki, mən onun altına qoyum. O 2 dənə bala yumurta da çıxsın inşallah. Bu verəcəyim bu dəfə anasına. Bundan qabaq bütün balaları anası çıxardıb götürmüşəm. Deyərsiniz həm niyə? Həm təkrar yumurtasın deyə, həm də bizim evimizin yanında göl var uşaqlar. Anasına verəndə körpə götürür aparır gölə. Yəni mənim də bağlı yerim yoxdur ki, daim bunları belə bağlı kimi saxlayayım da orada. Anasına verəndə tez götürür aparır gölə. Gölün də yayda suyu azalır, pis olur da. Ördək zat körpə girəndə zəhərlənə bilir, eləyə bilir. Həm də balaca vaxtı gedirsən, görürsən burada vəhşi quşlar var, o şahindir, qızıl şahin filan var. Onlar tuta bilir körpə vaxtı ördəyi. Nə bilim ayağı ilişir, yosuna, cilə ilişib qalır orada. Biri nə bilim nə olur, biri belə olur. Onun üçün istəmirəm ki, körpə vaxtı ördəklərim getsin gölə. Amma indi qışdır, bunları yetim saxlaya bilmərəm. Ona görə verəcəm anasına. Anası nə qədər deyəsən altına yığacaq, müğayyət olacaq da. Qışdır da indi biraz papladacağım. Ondan sonra gölə də geçsələr də olar, getməsələr də indi nə olar. Anasına verəcəm, qısacası ayrı saxlamayacağam. İndi bunları mən yedizdirəcəm. Bu gecə də qalsınlar analarının altında. İnşallah səhər artıq balaları götürəcəm. İndi o an kimi yumurtaların vəziyyəti nə olar bilmirəm. Çünki qırt nəyimsə olsa qoyardım yumurtaları altına. Amma qırt bir şeyim yoxdur. Ona görə belə eləyəcəm dostlar. Bunların da saxlanma qaydasını da qısa olaraq üstündən keçim. Çünki ördək elə də çətin deyil. Ördəyə dostlar, demirəm dayı buz kimi eləyin yerlərini, yenə də baxın. Amma cüzət balasına nisbətən, hündüşka balasına nisbətən ördək balalarını saxlamaq daha asandır. Niyə görə? Çünki bunlar çox belə qulluq istəmirlər, çox belə soyuğa da davamlıdırlar, istiyə çox davamlı deyirlər, çox isti olmasın yerləri. Amma yəni bunlar hündüşka balasına nisbətən, toyuq balasına, cüzələrə nisbətən daha asandır bunları saxlamaq. Mən bunlara indi yumurta verəcəyəm. Bir də sabah səhər götürəndə yenə bir dənə də yumurta verəcəyəm bunlara, toyuq yumurtası. Ondan sonra başlanğıc şəkər yemin qoyacağım qabaqlarına. Yemi suyu qabaqlarında olsun. 1-2 gün paplayana qədər. Bir 10 günlük olana qədər, 15 günlük olana qədər də bunlara gün aşırı 2 gündən bir oksitetraskilinli su verəcəyəm. Onu da 1 litrə 3 dənəsini qatıb verə bilərsiniz rahatlıqla.
oksitetraskinin su verəcəyəm. Ondan sonra rahatlıqla burax getsin. Bunlar otlamağı da sevən quşlardır. Yəni o cır ördəklər, Pekin ördəkləri elə otlamağı sevmirlər, amma bunlar otlamağı da sevən quşlardır. Ondan sonra burax otlasınlar, getsinlər. Elə çox yem istəmirlər. Pekin ördəklərinin səsindən, küyündən dayanmaq olmur. Bunların səsləri də yoxdur. Yetim fağır uşaq kimidirlər. Vur başlarına çörəyin alarlar. Yəni elə bir şey. Pekin ördəklərdə məsələn mən kənd yerində yaşayıram, yanımda göl var. Buraxırsan qonum qonşunun qapısı qalmır. Hamısının qapısını bir-bir gəzirlər, doymaq bilmirlər. Amma bunlar yox, versin yeyirlər, verməsin yatırlar orada, boyunların büküb. Nəm çox gəzənti deyirlər, qonum qonşuya gedən deyirlər. Hələ ki biraz kökələndən, yəni biraz böyüyəndən sonra çəkiləri filan da ağır olur deyin dostlar. Bunların erkəklər ümumiyyətlə heç demək olar yeriməyi sevmirlər. Elə biraz kök olurlar deyə biraz yeriyirlər, yatırlar, yeriyirlər, yeyirlər, yatırlar. İndi dostlar belə bu gecəni də bunları dediyim kimi belə yola vereyim inşallah yedizdirim bunları sabahdan götürəcəyəm. Bunun içindən baxın bunlar qaralı ağlı olacaqlar. Bunlar lavanda cinsi kimi ağlı qaralı olacaqlar. Çünki şeydilər. Dediyim kimi də bunların anası ağdı. Ona görə onlar biraz ağlı qaralı olacaq. Tam lavanda cinsi çıxmır da bunlar. Tam lavanda olmurlar. Tam lavanda cinsi ördəklərim var. İnşallah ondan da bir dişi bir erkek saxlayacağım ki çünki gələnləri bunların satışı ilə məşğul olmağa fikirləşirəm. Tam lavanda cinslərim var. Onları ayrı saxlayacağam. İnşallah bu illəri ağ ördək alacağam. Ağ. Yəni özümün qabaqki sortum var idi. Elə görüm əmimgildə olsa onlardan. Çünki onlara ördəyi mən vermişəm elə. Əmimgildə olsa onlardan, olmasa elə mən ilk dəfə gedib kimdən almışdım. Onlara müraciət edəcəm. Görüm varsa onlardan alacağam ağ cins. Həm özümə ağ saxlayacağam, özüm kəsib yeməyə filan belə şeylərə. Belə də lavanda cinsi filan cins olaraq istəyən olsa, bir dişi bir erkək də ondan saxlayacağam. Cins olaraq da istəyən olsa elə lavanda cinsinin balalarından və yaxud da böyüsündən damazlıq kimi satacağam. Belə dostlar, sağ olun, salamat qalın. İnşallah kanalıma abunə olmağı unutmazsınız. Çünki bilirsiniz mənim köhnə kanalım artıq orada paylaşım eləmirəm. Çünki oranın pul qazanmasını aktiv edə bilmədim deyə yeni kanal açmışam. İnşallah abunə olun. Paylaşın, yorum yazın, like verin. Nə bilim də belə. Bazardığınızı eləyin də, dostunuzla, tanışınızla, nə bilim belə şeylərə marağı olan qrupunuz mu var, nəyiniz varsa paylaşın mənim videomu, kanalımın linkini inşallah daha çox tez böyüyək.